Bugün isə mən sizə ən sevdiyim 3 SPF haqqında danışacağam. İlk ən sevdiyim olan Acnevitdən başlayacağam. Çünki Acnevit SPF həm dəri tonu ilə bərabərləşir və bir də rəngli olduğu üçün xüsusi olaraq sevirəm. İndi əlimdə göstərəcəyimdir. Qətiyyən səpki yaratmır, üzdə ağırlıq etmir. Həm quru, həm də yağlı dərili xanımlar istifadə edə bilər. Bir sözlə bu möhtəşəmdir. Belə göstərirəm, skrin eləyin. İkinci ən sevdiyim günəş kremi isə Zehoppa'dır. Zehoppa'nın məhsullarını bilirsiniz ki, mən çox bəyənirəm. Günəş kremini sevmə səbəbim isə yağlı teksturasının olmasıdır. Çünki mənim dərim qurudur. Quru SPF-lər əksinə dərimi daha da quru göstərir və sürtən zaman belə pütür-pütür olur. Amma bunda qətiyyən belə bir hal yaşamamışam. Necə gözəl yayılır və o dəqiqə dəriyə hopur. Üçüncü sevdiyim günəş kremi Top Face. Bəs bu SPF-i nəyə görə sevirəm deyə soruşsaz, əgər yağlı görüntü istəməsəm, ümumiyyətlə bəzi xanımlar var ki, bilirəm istəyir SPF mat görünüşlü olsun. Bu həmin SPF-lərdəndir. Yəni üzdə yağlılıq hissi buraxmır və dəridə matlaşır. Qızlar, bir sözlə bu günəş kremlərini sizlərə tövsiyə edirəm. İstəyirsinizsə dəri tipinizi yazın, hansının daha çox uyğun gəldiyini deyim.